Kamran salam. Gördüm mənə müraciət etmisən, sual verirsən. Çox gözəl, çox yaxşı sualdır. Bəli, doğru deyirsən. Bizim heç kimin ailəsindən işimiz yoxdur. Tamamilə doğru, yaxşı bilirsən. Mən heç vaxt heç kimin də ailəsinin arxasınca danışmışam. Nə bir dənə insanın yoldaşını, ya kimisə söymüşəm, ya müzakirə etmişəm. Həyatı boyu ola bilməz. Sən onu qəşəng bilirsən. Sən məni və mənim ailəmi yaxşı tanıyırsan. Mən səni və sən ailəni yaxşı tanıyıram. Gözəl uşaqlarım var. Riyana xanımı gözəl tanıyıram. Bizim evdə uşaqlarımıza hətta ingilis dərsi deyirdi. Sənin özün təzə bu işlərə başlayanda, tamadalığa zada başlayanda ilk biz sənə şans vermişik. Bəli, bizim toylarda iştirak etmişsən. Çox sağ ol hər şeyə görə. Ancaq sualın vardısa, düşünürəm ki, ən yaxşı, ən gözəl, gəl bir efir eləyək, ya mənim kanalımda, ya sənin kanalında necə ürəyin istəyir və bütün səni nə maraqlandırırsa, mən cavab verərəm. Nəyə görə, nətər, necə. Sən bilmirsən ki, mən Akor şirkətinin sahibkarıyam. Mənim milyardlarımı İlham Əliyev və onun ətrafı Qod Nisanov, Əli Nağıyev, bir də Zakir Qaralov, İlqar Abbasov, fərqli adlarını satdı, gərək neçə saat çəkəsən. Fazil Məmmədov öldü, getdi, Əşrəf Kamilov. Bu adamlar, sən yaxşı elə bilirdin mənim malımı, mülkümü, çünki hər şeyi yaxşı qəşəng bilirdin. Mən niyə bu dəqiqə bəs mənim malım, mülküm Zakir Qaralovun əlindədir, İlham Əliyevin əlindədir, Qod Nisanovun əlindədir, Əli Nağıyevin əlindədir. Bir dənə mənə izah elə. İzah eləyə bilsən, mən sənin hər sözünə, hər sualına çox gözəl bir efir eləyək, cavab verim. İkinci də var Rusiyadan tutmuş. Salavyov, propagandist, Luriye, Astaşko, Azərbaycanda Mir Şahindir, Mir Fahişədir, nədir? Birbaşa çox girib o efirləri bax. Sonra bu, nə bilim, Siyavuş Novruzov parlamentdən, sonra fərqli qoduqlar, küçüklər, nə bilim, lotudan tutmuş, kimdən tutmuş, mənim üstümə, nə bilim, adamlar gətirirdilər, adamlar göndərdilər, məni bir gün də öldürtdürmək istəyirlər. Mən sadəcə demək istəyirəm ki, İlham Əliyev xəbəri yoxdursa, yəni bilsin, xəbəri olsun, bu cinayətkarları hamısını cəzalandırsın. Başqa bir şey bəhanadırsa, nəyə görə Kamran, mənim akord bu qədər yaxşı gözəl bilirsən, niyə mənə bir dənə dövlət cinayət işi açmayıb, devlətdən mənimsəmə, nə. Ancaq mən açıq rəsmi birbaşa çıxış eləyəndə ki, Qod Nisanov mənim Rusiyada biznesimi reyd eləyib və birbaşa İlham Əliyevin və balaca Heydərin adınla eləyib, mənim əlimdə sənədlər var, sübutlar var, səs yazıları var. Yəni, bəlkə doğru deyirsə, bəlkə İlham Əliyevin xəbəri yoxdur bu işlərdən. Mənim heç kimin ailəsindən işim yoxdur. Ancaq sən gör bu yaramazlar 2019-cu ildən mənim ailəmə də dəyibdilər. Mənim özümə, qohumlarıma, nəsilmə, əqrəbəmə, bütün Askarbleniyadan tutmuş ki, bunlar xristiyandır, arvadı ermənidir, özü ermənidir. Yəni, bunlar, hər şeyi biz bunları keçmişik, Kamran. Sən bunları yaxşı bilirsən. Ona görə İstəmirsən ki, bu polemikasan mən sənə nəsə cavab verək. Pajalosta, nə vaxt ürəyin istəyir, pajalosta, sənin kanalında, mənim kanalımda, has kanalda ürəyin istəyir, efir eləyək və xalq açıq-aşkar bilsin ki, bu İlqar Hacıyev nəyə görə danışır, nəyə görə narazıdır, nə olubdur. Axı, mən dəfələrlə müraciət etmişəm İlham Əliyevə ki, Qod Nisanov, Zakir Qaralov, sənin adınla birbaşa deyirsən Alyona. Bu, Alyona birbaşa Heydərin arvadıdır. Axırıncı reydi birbaşa balaca Heydərin adınla mənim əlimdən alıblar, Vernatskay binanı. Yəni, bunlardan xəbərim yoxdursa, Kamran, başqa məsələdir. Ancaq xəbərim yoxdursa, xəbərim olsun və mən səni gözləyirəm. Nə vaxt ürəyin istəyir? Mənim telefonumu da tapa bilərsən istəsən və yaxud da elə bu videonun altında geri nömrəni və yaxud da kontaktını saxlasan, biz birgə səndən efir eləyərik və bütün bu açıqlamaları edərik. Mehman nəyə görə eləyirsə, sənin xəbərin yoxdur ki, Mehmanın otağına, yataq otağına kameralar qoyubdular, nə bilim, nəylər qoyubdular. Siz xalqın, insanların həyatı nədir bəyəm? Siz düşünürsünüz ki, sizin ailələriniz belə, nə bilim, sultan ailəsidir, xalqın ailəsini dəymək də olar. Mən ad çəkmək istəmirəm. Cəmil Həsənli, nə bilim, başqa müxalifətçilərin evinə, nə bilim, Xəticə, çox adamlar, bəlkə sən bilirsən, bilmirsənsə, otaqlarına kamera qoyubdular, otaqlarını izləyibdilər və
Mənim də hər cür çalışıblar ki, qara yaxma yaxsınlar. İlqar narkomandır, İlqar nə bilim oğrudur, İlqar obisidir. Ay oğraşlar, nəyə görə mən ancaq mənim üzərimə cinayət işi açılıb Azərbaycanda hansısa bir küçük Vladislav Yusupov, hansı ki heç Azərbaycanda mən onunla görüşməmişəm. Qod Nisanovun balaca bir tulası, xalası oğludur, nə zibildir, nə zəhərmardır. Yəni bu oğraşlar mənim 500 milyonluq Rusiyada malımı, mülkümü zəbt ediblər və bugün Azərbaycanda mənə cinayət işi açırlar. Və bugün Heydər Əliyevin, balaca Heydər Əliyevin adınla mənim biznesimi Moskvada aldılar. Mən necə yəni danışmayayım? Alona da Heydərin arvadı deyil. Kimdir Alona? Mən özü də ikinci onun nəsə nə yaşayışından danışmışam, nə məsələsindən. Hələ özü bilər, kim istəsə boşanmış arvad alar, istəsə kim nə alarsa özü bilər. Ancaq xalqa məlumat düzgün olmalıdır. Yalandan soxmuşdular ortaya ki, Qod Nisanovun qızıdır. Ancaq sən özün qəşəng bilirsən ki, bu yalan məlumatdır. Mənə də çoxlu sayda blogerlər, insanlar müraciət etmişdi. Mən də Mehmanın araşdırmasında yardım etmişəm ki, xalqın gözü açılsın, bilsinlər nədən danışılır. Sənin xəbərin yoxdur ki, bugün hər gün məni prokurorluqla hədələyirlər, nə məhkəmə ilə hədələyirlər, cinayət işinlə hədələyirlər. Gir ictimaiyə, gir Mirfahişiyə, gir Siyavuş Novruzova. Ondan sonra danış, sualın olsa mən cavab verərəm. Çünki bu cavabı da verirəm, çünki səni şəxsən yaxşı tanıyıram, ailəni yaxşı tanıyıram. Ona görə də sənə cavab verirəm. Yoxsa mən bu küçük-müçüklərə, propagandistlərə cavab vermirəm. Onlar o mənim vaxtıma, mən onlara heç vaxt ayırmıram. Mənim buradan gələndə İlham Əliyev demir, siqnal verin mənə. Siqnal verirəm. Qod Nisanov mənim malımı, mülkümü axırıncı Rusiyada 500 milyonluq malımı balaca Heydərin adından alıb. Və pak bacalstı. Anarı göndər, köməkçilərini göndər. Mən səs verim. Səs yazısı olmasa deyərsən ki, mən yalan danışıram. Yoxsa başqa söhbətlər ola bilər. Boş-boş söhbətlər danışma. Özün kiminsə qucağında oturmuşsan. Mən kiminsə qucağında oturmamışam. Mən 15 yaşından halal öz pulumu qazanmışam. Azərbaycana mən pulla gəlmişəm. Mən Azərbaycandan pul aparmamışam. Ancaq Azərbaycanda mənim malımı, mülkümü, varımı, dövlətimi İlham Əliyev və onun ətrafı hamısını 2010-cu ildən tutmuş, bugünkü günəcən mənim malımı oğrayıblar və məni öldürmək istəyirlər, tutmaq istəyirlər. Ona görə gözləyirəm. Sağ ol. Azərbaycan xalqı da çox sağ olun, həqiqəti də bilin və bizim çox araşdırmalarımız var, hələ çox şeylər ortaya gələcək. Çünki artıq İlham Əliyev bu ətrafı, sizin malınızı, mülkünüzü oğradıqlarını razı olmuşsunuz, artıq vecinizə deyil. Ən azından bilin ki, balaca Heydəri biz heç vaxt qoymayacaq ki, gəlib prezident olsun və Alona kimi kimsə, mənim işim deyil, keçmiş həyəti, gəlib bizim xalqın başında bu Hürrəm, Sultan Süleyman'dır bu, yeni bir Hürrəmimiz yaranır. Ona görə Kamran, я жду от тебя четкую связь обратную.